istehsalı olan Neoreksanı apteklərdən həkim resepti olmadan əldə edə bilərsiniz. Salam hörmətli tamaşaçılar, xoş gördük sizləri. Konsilium verilişi artıq efirdədir. Konsilium öz efir vaxtını Neoreksan tabletlərinin sponsorluğu altında davam etdirir. Neoreksan tabletləri haqqında danışmamışdan öncə mən də hörmətli tamaşaçılarımızı salamlamaq istəyirəm. Çünki Neoreksan elə bir unikal tabletdir ki, elə bir unikal preparatdır ki, tərkibində heç bir kimyəvi qatqısı yoxdur. Tamamilə biolojidir. Məsələ burasındadır ki, istifadədən 30 dəqiqədən 60 dəqiqəyə qədər təsir etməyə başlayır və gün ərzində insan orqanizmində bütün stressdən, bütün ağır gərginlik fəaliyyətlərindən uzaq saxlayır. Unikallığının əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Neoreksanın öyrəşmə yaratmır. Ondan sürücülərimiz, abituriyentlərimiz, magistratura imtahanına hazırlaşan tələbələrimiz, gənclərimiz, hər kəs istifadə edə bilər. Eyni zamanda süd verən analarımız və hamilə xanımların da istifadəsinə heç bir əks göstəriş yoxdur. Və ümumiyyətlə Neoreksanın apteklərdən rahatlıqla əldə edilə bilməsi onun daha unikal və daha əldə oluna bilən bir tablet halına gətirmişdir ki, tamamilə reseptsiz şəkildə əldə edə bilərsiniz. Məncə bu imkandan faydalanın, yararlanın. Həm qışın ağır şaxtalı havaları, həm ümumiyyətlə soyuq havalarda müadillər mübadiləsinin aşağıya düşməsi insan orqanizmində depressiv və stressə meyilli bir fon yaradır. Bu vəziyyətdən çıxış yolunun əsas prioritet gücü məncə Neoreksandır. Bundan istifadə edin və biz istəyərdim ki, elə mövzunu da davam etdirək. Mövzumuzun təqdimatını bu günləri əziz hörmətli tamaşaçılarımız biz beyin qan dövranı pozğunluğu, ümumiyyətlə qan dövranının pozulması zamanı hansı patologiyalar aşkarlana bilər və hansı fəsadları verə bilər, bunu müzakirə edəcəyik və onu da qeyd edək ki, bizim efirimiz canlıdır və hər hansı bir sualınız olarsa bizə canlı olaraq qoşulub öz suallarınızı təqdim edə bilərsiniz. Bizim nömrələrimiz 510-38-06 və bunu qeyd edək. İlk öncə qonağımızı təqdim edeyim. Bizim qonağımız Bioloji Təbiət Klinikasının 1-ci dərəcə nefroloq mütəxəssisi, eyni zamanda hematoksikoloq və neyrofizioloq, osteopat həkimimiz Məmmədova Aygün xanımdır. Salamlayıram sizi studiyamızda, xoş gəlmişsiniz. Aygün xanım, mən də sizi salamlayıram. Biz bugün elə yerinə düşdük həm Neoreksan haqqında danışmaq, həm də nevroloji statusları haqqında danışmaq. Biz beyin qan dövranının pozuntularını və ona aparan yolları, insultları müzakirə eləmək istəyirik. Elə Xəyalənin də, mənim də... İlk sualım bundan ibarətdir. Qan dövranı pozunluğu yaranma səbəbi nədir? Ümumiyyətlə, qan dövranının pozunluğu çox səbəbdən yaranır, amma ən çox öndə gedən səbəblərdən ikisidir. Birincisi, beyin damarlarında gedən aterosklerotik proseslər və hipertoniya xəstəliyi. Amma bundan başqa az hərəkətlilik, çoxlu yağlı qidaların, xolesterin əmələ gətirən qidaların qəbulu, uzun müddət bir yerdə dayanmaq, hərəkət etməmək, siqaret çəkmək, içki içmək, bunların hamısı sonunda və eyni zamanda şəkərli diabet xəstəliyini də qeyd etmək istəyirəm ki, bu şəkərin özünün də qanda uzun müddət yüksək səviyyədə 200-dən artıq olması, bunlar da beyin damarlarında, digər damarlarda dəyişikliklər yaradır və sonunda tədricən demək beyin qan dövranının pozunluğuna gətirib çıxardır. Ümumiyyətlə, beyin qan dövranının pozunluğu bəzən kəskin formada özünü göstərir. Amma o kəskindən də əvvəl xəstə fikir vermir sadəcə. Xəstədə uzun müddət baş ağrıları olur, baş gicəllənmələri olur. Xəstə deyir ki, uzun müddət boynumda ağrı olur, başım sıxılır, yaddaşım zəifləyir, diqqət yayınlığı olur. Yuxu pozunluğu çox olur bəzi insanlarda. İlkin simptomları nəyə aiddir? İlkin simptomları olur ki, xəstədə birinci baş ağrısıdır, təzyiqin qalxmasıdır. Təzyiq qalxır, xəstə fikir vermir. Bəzən həkimə gedirlər təzyiq yüksək olanda. Həkim təzyiq dərmanı yazır, amma xəstələr bunu mütəmadi qəbul eləmirlər. 3 gün içir, görür təzyiq yaxşıdır, qəbul eləmir. Və yaxud da yağlı qidalardan istifadə edir. Hər hansı bir səbəbdən gedir, tutaq ki, şəkər xəstəliyi, xəstədə şəkərli diabet aşkarı olunur. Bizim ən böyük yaralı yerimiz budur zaten. Metabolik sindromunda xəstəyə deyilir ki, siz birinci pəhriz gözləməlisiniz ki, gələcəkdə bu xəstəlik inkişaf eləməsin. Xəstə fikir vermir, bir gün, 3 gün deyilənlərə əməl eləyir, sonra özünü artıq yaxşı hiss elədiyi üçün yenə də qidalanmasını pozur, yuxu rejimini pozur. Bir də stres faktorlarının indiki dövrdə müəyyən iş prinsipləri, texnika əsri olduğu üçün, hər şey avtomatik olduğu üçün insanlar sanki hər şeyə tələsirlər, elə bir nəyəsə qaçırlar, çatmırlar. Bax, bütün bunların hamısı insanlarda stres faktorunu artırır. Bunlar özləri də
damarlarda sıxılma əmələ gətirir. Və ona görə də fikir vermədikcə tədricən boyunda olan ağrılar, boyundan başa verən ağrılar, gözə verən ağrılar müəyyən müddətdən sonra əzələlərdə artıq spazm yaradır. Və bu spazm bir müddətdən sonra beyin damarlarının özündə də gərginliyə səbəb olur və xəstə əsas şikayəti nə olur? Baş ağrısı, baş gicəllənməsi, səhər yuxudan duranda özünü pis hiss eləyir, ürək bulanma olur bəzi insanlarda. Amma təzyiqin ölçmür. Əgər təzyiqin ölçəndə əlbəttə görür ki, səhər-səhər durub, yuxudan durarkən artıq təzyiqi var. Xəstə bunlara riayət eləmir. Mütəmadi olaraq təzyiq dərmanları duranda qəbul varmı eləmir. elə bir prosedur ki, hansı ki, yuxudan birdən-birə qalxmasınlar, yaxud da ki, hər hansı bir prosedur onu yerinə yetirsinlər? Təzyiqi yüksək olan insanlar. Bəli, yataqdan duranda elə Bəzən venoz durğunluğu olur beyində, beyin damarlarında. Ən çox venoz durğunluq olan insanlar görürsünüz ki, yuxudan oyanandan sonra özündə, üz-gözündə şişkinlik olur, üzünə baxanda rəngi saralıb, göyərmiş kimi olur. Bu venoz durğunluğun əlamətidir, çünki hipoksiya olur. Beyin damarlarında qan dövranı gərək düzgün işləsin ki, beyinə də oksigen gətirsin. Əgər venoz durğunluq varsa, bütün o venoz ciblərdə qanla doludur, hərəkət düzgün deyil, yəni bir saniyədə nə qədər milli keçməlisə, ondan az keçirsə, əlbəttə beynin qidalanması ilə yanaşı oksigen aclığı yaranır. Oksigen aclığı özü gələcəkdə bir müddətdən sonra oksidativ stres əmələ gətirir və beləliklə bütün əzələlərdə turş mühit yaranır və onun üçün də xəstənin boyun nahiyəsinə, əgər siz başı ağrıyan insanların, boynu ağrıyan insanların boyun hissəsini, əzələlərini əlinizlə palpasiya eləsəniz, elə əl vursanız, görürsünüz, bəzən daş kimi olur, həqiqətən də iynəni batıranda güclə batır. Yəni belə bir spastik əzələlər əlbəttə beyin qan dövranının pozulmasına gətirib çıxardır. Gözəl buyurursunuz, yarıdan kəsmək olur, çünki zənglərimiz çoxdur. Birini qəbul edək, alo deyək. Alo, buyurun. Salam. Salam, buyurun sualınızı deyin. Günel xanım danışam. Çox gözəl Günel xanım, buyurun. Mənim oğlumda qoyublar sayışan nevroz diaqnozu, yəni bu xəstəlik tam sağalırmı? Xanım, sizin neçə yaşınız var? Oğluna qoyublar. Yox, oğlumda da 18 Uşağın neçə yaşı var? 18 yaşı var. 17? 18. 18. Bu nədən sonra olub? Sizdə nəsildə ümumiyyətlə nevrozun... Yəni bunda belə genetik faktor kimi qeyd edirlər. Genetik faktor kimi. Qorxub eləməyib ki bu oğlan? Yox, qorxusu yoxdur. Yəni bunda genetik faktor dedilər ki, yəni bu... Əsas hansısa bir xəstəliyə tutulmaq qorxusu var bunda və yaxud da tərtəmizliyə, yəni bəziləri var çox vasvasıdırlar. Yəni hansı formadadır sarışın nevroz? Biraz vasvasılıq var. Vasvasılıq var. Yəni əllərini çox yuyur. Əllərini çox yuyur. Sonra çox çimir. Belə şeylər də var. Yoxsa ancaq əl yumaqdır? Yox, ancaq əllərini çiməkdən biraz arası yoxdur. Aha. Oldu, indi cavablandıraram. Əlavə sualınız varmı? Ümumiyyətlə, sarışan nevroz biraz təşəkkür edirik zənginizə görə. Nevrotik durumları bir balaca səbir tələb eləyən bir proseslərdir və ümumiyyətlə nevroz xəstəliyi ali sinir fəaliyyətinin həssas dərəcədə emosional sarsıntısından sonra əmələ gəlir. Çox uşaqlar var ki, ailədə məsələn üçün həssas dərəcədə tənhalıq hiss eləyəndə, yəni bu saatda hamı iş adamıdır, səhər gedir, axşam gedir, valideynlərlə az olanda görürsünüz bir müddətdən sonra bəzi uşaqlarda sidik ifrazının yəni pozulması olur, gecə enurizi olur. Yəni görün ki, sinir sistemi nə qədər hər şey əsasdır. Bu vasvasılıq da deməli nevrozun bir neçə növü var. Bu sarışan hallar nevrozudur. Adətən qadınlarda olur, qız uşaqlarında olur və bu onun ömrünün axırına qədər demək olar ki, davam edir. Amma insan yenə də, insan beyni hər şeyə qadirdir. İnsan çalışmalıdır ki, bu vərdişlərindən əl çəksin. Yəni əli bir dəfə, iki dəfə yudun kifayətdir. İkinci, oğlana, uşağa başa salmaq lazımdır ki, bizim ətraf mühitdə bizi çoxlu sayda mikroblar əhatə edir. Həssas dərəcədə sterilliyin özü də bir xəstəlikdir. Yəni bədən özünə düşən müəyyən mikrobların sayəsində immun sistemini möhkəmləndirir və ona qarşı dözümlülük yaradır. Tamam sterilliyin özü bir xəstəlikdir. Məni bilirsiniz nə təəccübləndirir? Hətta xoş
gəlir. Düzdür, hər bir diaqnoz istənilən halda yaxşı bir şey deyil. Amma bu gün Azərbaycanda ona diqqət eləyən və övladını həkimə aparıb da bu diaqnozu qoydurmaq cəsarəti tapan valideynlərimiz varsa, məsələn, çox hallarda görmüşük ki, evdə analar öz övladlarına öz metodlarından təzyiq eləməyə çalışırlar, hansısa bir proseslərlə. Amma belə valideynlərimizin olması və üzərinə düşməsi sevindirici haldır. Biz də çalışarıq ki, belə vəziyyətlərdə müəyyən istiqamətlər verək. Elə bu sadəcə həmin oğlan fikirləşməlidir ki, əlimi bir dəfə, iki dəfə yudum kifayətdir, artıq əl təmizdir. Bunu dəfələrlə yumağın bir mənası yoxdur. Özü özlüyündə özünə qarşı tənqidi yanaşmalıdır və bir qədər də başını qatmalıdır. Məndə bir neçə belə xəstələr olub, hətta rayondan gələn olub ki, evə kimsə gəlib, qapının dəstəyini açdığı üçün o gedəndən sonra kənd yerində yaşayıblar. Anası deyirdi ki, isti su ilə, isti bir vedrə su ilə həmin qapının dəstəklərinə tökür, bütün evin polları çürür, o qədər ki, su tökür. Filan kəs xəstə idi, o qripi bizə salacaq və yaxud da ayrı bir xəstəliyi var, bizə keçirdəcək. Çox əzablı bir şeydir. Yəni, bunu nə qədər insan özü, nevroz xəstələrin sağalmasında 70% xəstənin özündən asılıdır. Burada həkimin rolu azdır, 25-30%-dir. Və ailədən asılıdır. Bir də o xəstə, belə uşaqlar onlar xəstə deyilər, sadəcə çox həssas olurlar. Bunu valideyn deyəndə bir də görürsünüz ki, onlar qəbul eləmirlər. Çünki fikirləşir ki, anam dedi, nə istəyir məndən yəni. Amma bir kənar şəxs deyəndə, həkim deyəndə bunların ağlına batır və biz də buradan televiziya vasitəsilə belə halları olan insanlara demək istəyirik ki, siz özünüzdə iradə tapın, burada bir şey yoxdur. Yəni, bu şeyi dəfələrlə etməyin bir mənası yoxdur. Fikirləşin ki, eləməsəniz də mümkündür. Yəni, insan özünü tərbiyə eləməlidir. Buna yaş da imkan verir. Doktor, bir də bilmək istəyirdim, siz sadalığınız hallarda, əgər balaca bir psixoloji yardım olunarsa, bu tam sağalma mərhələsinə keçirmi? Yəni, tam vərdişi tərk etmə? Ümumiyyətlə, tam vərdiş eləmək olur, başın qatmalıdır. Ümumiyyətlə, nevrozu olan xəstələr özü haqqında fikirləşməməlidir. Bunlar nəyə görə narahat olur? Daim özü üzərində fikirləşir. Adam var, məsələn, o qədər fikirli olur, o qədər şey fikirləşir. Qapını çıxır, deyir, görəsən, mən qazı söndürdüm, söndürmədim. İşığı söndürdüm, söndürmədim. Çünki bunlar o qədər həssasdırlar ki, hər şey beyinlərində yığıb saxlayırlar. Ona görə insan gərək o qədər həssas olmaya. Yəni, bir qədər özünü azad eləməlidir. Bu fikirlərlə beyin dolur, ona görə də bunlarda qorxu, təşviş hissi yaranır. Kimsə xəstələnir, artıq qorxur. Hətta televizorda baxır, hansısa bir xəstəlikdən danışır. Aha, məndə xəstəliyi yəqin var. Aha, məndə xəstəliyi üçüncü kurs xəstəliyi deyilən bir şey var. Biz buna tələbə xəstəliyi deyirik. Biz özümüz də tələbə olanda hansı xəstəliyi keçirirsə, deyirsən, bu məndə də var. Amma yəni, insan belə xəstələrdə bu şey qabarıq formada olur. Bunu götürməkdən ötürü həmin insanlar başlarını qatmalıdır, ünsiyyətdə olmalıdır digər insanlarla və bunlar başa düşürlər ki, səhvdir, amma özləri ilə bacarmırlar. Yenə də deyirəm, burada bir qədər insan özü iradə tapmalıdır ki, o şeylərə fikir verməsin. Elədir. Təşəkkür edirik, doktor, belə ayrıntılı açıq cavabınıza görə. Biz qaydaq mövzumuza. Mən düşünürəm ki, tamaşaçı da özünə lazım olan məlumat əldə edəcək. Beyin qan dövranı haqqında. Bəli, beyin qan dövranı dedik, pozğunluğu bir var, qabaq deyirdilər ona dissirkulator ensefalopati, yəni tədricən artan simptomlarla beyin qan dövranının pozulmasıdır. Burada artıq kiçik kapilyar damarların, beynin dərin qatında yerləşən kiçik kapilyar dövranında dəyişiklik olur, durğunluq olur və get-gedə xəstə görürsünüz, əvvəl küt baş ağrısı, yaddaş zəifliyi, qulaqda küy, bəzən əsəbilik bu formada özünü göstərir. Həkimə gələndə, yoxlananda ciddi bir problem tapılmır xəstələrdə və bu getdikcə ikinci stadiyaya keçir. İkinci stadiyada artıq xəstə peşədə olan, özünün işlədiyi, şəraitdə olduğu müəyyən şeyləri unudur, insanlara qarşı laqeyd olur. Bu baş ağrıları, baş gicəllənməsi, yaddaş və diqqət yayınlığı daha da artır və xəstələrdə təzyiqlərin qalxıb enməsi olur. Xəstə biraz pinti-təhər olur, xarakterində dəyişiklik olur və ataksiyalar başlayır. Çox xəstələr ən çox həkimə ikinci stadiyada müraciət edirlər və bunlarda dəqiq baş gicəllənmə olmur. Bunlarda səndələmək olur, səndələmək formasında olur. Xəstə gəlir, deyir, başım gicəllənir, amma yoxlayıb diqqətlə baxanda görürsünüz ki, baş gicəllənmə səndələmək formasındadır. Ataksiyalar olur bunlarda. Bunlar sırf mənə nə maraqlıdır? Bunlar hər hansı bir anatomik strukturun zədələnməsinə bağlıdırmı, yoxsa sırf fizioloji bir prosesdir? Bu
əgər dərin qatda hansı nahiyədədirsə, əlbəttə onun simpata kompleksi daha qabarıq olur. Əgər alın payındadırsa, bu dissirkulator deməli pozğunluq, o xəstələrdə pintilik olur. Yəni indiyənəcən həmişə səliqə səhmanı, geyiminə, özünə baxan bir insansa, indi işə gəlir, görürsünüz ki, çirk içində, düzgün düymələməyib, saçı daranmayıb. Yəni məhtəl qalırsınız ki, axı bu insan belə deyildi. Əgər ayrı beyincik, məsələn, arteriyaları nahiyəsində çoxdursa, ən çox burada baş gicəllənmə, səndələmə, ataksiya formasında özünü göstərir, hissi pozğunluqla göstərir. Yəni bu şikayətlərin hamısında, yəni simpata komplekslərin hamısında ən çox baş ağrısıdır, baş gicəllənməsidir, qulaqda küydür, diqqət və yaddaşın zəifliyi, yuxu pozğunluğu, bunlar hamısında var. Digərləri də buna nahiyənin hansı nahiyədə olmasından asılı olaraq qoşulur. Üçüncü stadiyada isə artıq xəstə demensiya halına düşür. Ətraf mühitlə əlaqəsi pozulur, tam özünə qapanmış formada olur. Parkinsonizm əlamətləri qoşulur. Çünki niyə? Sinirdə artıq qan dövranının nəticəsində, beyin damarlarının belə pozunluğu nəticəsində degenerativ proses gedir beyin toxumasında. Və bu da tədricən gələcəkdə epilepsiya ola bilər xəstədə, hər hansı bir güclü aterosklerotik fonda ağıl zəifliyi ola bilər, Alzheimer xəstəliyi inkişaf eləyə bilər. Və bir də var, dedik ki, yüksək təzyiq fonunda əmələ gələn deməli beyin qan dövranı pozğunluğu. Bu birinci özünü transitar işemik atak formasında göstərir. Bu 40 yaşında da olan təzyiqi varsa insanda ola bilər, 50 yaşında da ola bilər. Ən çox, yəni biz bunu görürük. Bu formada olanda insan həkimə birinci müraciət eləməlidir ki, gələcəkdə insult olmasın. Transitar işemik atak insultun qısa fasiləli elə bil əlamətləri ilə özünü göstərir. Ola bilər yüksək təzyiq fonunda xəstənin birdən-birə gözü tutulsun. Əsəbləşib evdə və yaxud da işdə hər hansı bir səbəbdən ya qorxub, bəli, xəstə deyir ki, həkim gəldi, təcili yardım gəldi, 5 saat gözü görmədi, 5 saatdan sonra gözü açıldı və yaxud da bir qolu tutula bilər, bir tərəfli hemopariz ola bilər, nitq pozuluğu ola bilər, kəkəliyər, danışa bilməz, dili ağzında tərpənməyə bilər. Dodaqlarda hissiyat itər. Bəli, hissiyat pozunluğu da ola bilər. Bunların hamısı görürsünüz ki, 5 saat, 7 saat, ən çoxu 24 saat, yəni bir sutka ərzində bu problemi xəstə yaşayır, keçib gedir. Sonra bərpa olunur. Sonra görür sahəsi də yaxşıdır, 3 gün keçib yenə də yaxşıdır, həkimə müraciət eləmir. Ancaq onun səhvi bundadır ki, o həmin günün səhəri gərək həkimə gəlsin. Çünki elə olur ki, xəstə bir neçə dəfə belə işemik atakları keçirdir və ondan sonra xəstə hər keçirdikcə hansısa qalıq əlamət cüzi olsa qalır. Bəzən olur ki, xəstənin gözünün körlüğü və yaxud da əlinin bir qolunun keyləşməsi bir sutkadan sonra keçir, dəfələrlə bu olandan sonra artıq görür ki, 2 həftədir keçmiş. 2 həftədə qolu keyləşir, 2-ci həftədən sonra keçir. Bu artıq kiçik insult deməkdir. Demək, beyin qan dövranı pozğunluğu öz işini görür. Bəli, müəyyən dərəcədə İlk simptomlar hansılardır ki, yəni ki, orada artıq insulta gətirib çıxarda bilər və bu simptomatikanı hiss eləyəndə xəstə artıq müraciət eləməlidir. İlk simptomlar olardı ki, boyun arxasında kəskin ağrı olur xəstələrdə, daimi baş ağrıları olur, küt və yaxud da kəskin, baş gicəllənmə olur, qulaqda küy olur, səhər-səhər xəstə duranda görürsünüz ki, səhər yuxudan durur, ayaq üstə durur, başı gicəllənir, yaddaşları çox zəif, yuxu rejimi pozulur. Görürsünüz, gündüz yatır, axşam yata bilmir. Əsəbi olur, fikir yayğınlığı olur belə xəstələrdə. Əgər bu uzun müddət davam eləyirsə, 3 ay və 3 aydan çox mütləq xəstə artıq həkimə müraciət eləməlidir. Çünki bu 3 gün deyil, 5 gün deyil, artıq 3 aya yaxındır. Əgər xəstəni davamlı şəkildə bu əlamətlər davam edirsə xəstədə, mütləq həkimə getməlidir. Və eyni zamanda serebral işemik ataklar olur bəzi xəstələrdə. Bu da yüksək təzyiq fonunda olur. Birdən-birə təzyiq qalxır kriz formasında 180-dan 100-ə. Əgər hipotonik insandırsa, 90-60-dırsa normal təzyiqi, artıq bu 150 olanda onun üçün hipertonik kriz hesab olunur belə insanlarda da. Beyin damarları kompensator olaraq spazm olur ki, çox möhkəm sıxılır, beyinə qan getmir. Əgər bu uzun müddət olarsa, beyində yumşalma və işemik deməli sahələr əmələ gəlir. Hipoksiyanın nəticəsində bunlar yaranacaq. Hipoksiyanın bir də qidalanmanın nəticəsində əmələ gəlir. Və həmin o yumşalmalar da artıq böyük insultun, işemik insultun əmələ gəlməsinə səbəb olur. Hipoksiya demişkən, doktor, üzr istəyirəm, bu sualı verməyə bilmərəm. Çünki bir çox insanların problemidir bu. Biraz da lor, yəni burun-boğaz cərrahiyyəsinə bağlı bir durumdur. Çəpər əyriliyi olan insanlarda, uşaqlarda, məsələn, gənclərimizin özündə
daimi hipoksik fonda beyin qan dövranı pozğunluğuna gətirəcək bir problem ola bilərmi? Ümumiyyətlə, kəllənin hər hansı bir nahiyəsində, hər hansı bir səbəbdən sümüklərdə azca, hətta 1-2 millimetr yer dəyişmə varsa, o özü artıq beyinlər də hamısı plastilin yumuşaqdır. Yerində dəyişilmə olur. İstər-istəməz təzyiq fərqinə Bəli, əgər o sonradan yerinə oturmursa, uşaq həmin o konfliktlə yaşamış olur. O deməli defektlə ömrü boyu yaşayır. Bir də görürsünüz ki, xəstə gəlir, nevropatoloqlar həmişə xəstəyə ayrı gözlə baxır da. Biz çox diqqətlə baxırıq xəstəyə. Görürsən ki, üzü bir balaca əyilib, gözünün biri böyükdür, biri kiçikdir, çənə bucağı bir tərəfdən itidir, bir tərəfdən köndələndir. Bəzilərində qulağın biri yuxarıda azca, biri biraz aşağıda olur. Raketka simptomuna fikir vermələr. Cürbəcür şeylər olur. Yəni bunu nevropatoloq baxan kimi, nevropatoloqun işi ona görə biraz maraqlıdır ki, xəstə uzaqdan gələndə, xəstənin yerişindən, məsələn, bilir ki, bu artıq insultdur. Çünki biçinci yerişi olur, əl bir balaca qoldan yarım bükülü olur, ayaq yarım çevrə cızır və yaxud da parkinsonizmdir. Gələndə baş aşağı əyilib, əllər əsir, xırda kiçik addımlarla yerir. Üzünə baxanda üz, məsələn, yağlı olur, ifadəsiz olur, danışıq tərzi monoton olur. Yəni artıq nevropatoloq onun görəndə hələ artıq diaqnozun bir 50%-ni qoymuş olur. Nevrozlar da həmçinin elədir. İçəri girən kimi bəziləri ağlayır. Bir də görürsən, xəstədə elə bir qlobal bir şey yoxdur. Xəstədə o qədər emosional gərginlik var, o qədər bu emosional labildir ki, mənfi yüklənir. Bəli, o qədər şeylərdən, o qədər şikayətlər eləyir ki, bunların şikayəti qurtarmır, bundan o birisinə keçir. Yəni, saysız hesabsız şikayətlər, ona da deyə bilmərsən sən nevrosan, çünki qəbul eləmirlər. O deyir, yox, mənim beynimdə şiş var, ürəyimdə infarkt olmuşam. Yəni, Münxhausen kimi bir durum var. Bəzən xəstə gəlir, dəfələrlə bir müayinədən cürbəcür klinikalardan keçir, bizdə də keçir. Onu sakitləşdirə bilmirsən ki, sizdə bu xəstəlik yoxdur. O istəyir ki, o xəstəlik olsun, o sakitləşsin. Yəni, o dərəcədə bəzən güclü olarda, yəni, belə bir şey olur ki, mən bu xəstəliyə düçar olmuşam. Yəni, çox qəribə belə insanların psixologiyası var. Beyin qan dövranının da pozunluğundan danışırıqsa, bu cerebral işemik ataklar özləri bəzən daxili orqanların xəstəliklərindən də yaranır. Və ədəbiyyatda da var ki, məsələn üçün, qarın boşluğunda hər hansı bir əməliyyatdan sonra, əlbəttə hamıya şamil olunmur, müəyyən insanlarda beyin qan dövranı olur. Bunlar narkozdan sonra mı və yaxudsa qorxudan sonra mı və yaxud da hər hansı bir orada əlaqələr pozulduğu üçün beyinlə daxili orqan arasında görürsünüz ki, əməliyyat keçirdib, xəstədə təzyiq yaranır, xəstədə əsəblik yaranır, boyun əzələlərində gərginlik yaranır və yaxud da ki, aşağı ətraf damarlarının, bu damarlar bütün orqanizmin damarıdır da. Biz əgər venoz durğunluğu əgər götürsək beyində, bu venoz durğunluq təkcə beyin damarlarında deyil ki, eləcə də aşağı ətraf damarlarındadır, eləcə ürəkdədir, yəni hər yerdə bu yayılmış formadadır. Ona görə də əgər varsa kiminsə ayağında tromboflebiti, venoz durğunluq, mütləq o həkimə gedib müalicə eləməlidir ki, çünki gələcəkdə bu beyində özü də trombozun yaranmasına səbəb ola bilər və yaxud da ki, ürək infarktına səbəb ola bilər. Yəni, bunlar biz bioloji təbabət baxımından biz baxanda, biz orqanı təcrid eləyib baxmırıq. Bu orqan, əgər bu bədənin sahibinin isə, bunun hər hansı bir orqanın, qaraciyəri xəstəsə, mütləq o mədə-altı vəziyyət təsir eləyəcək, o mütləq bağırsağa təsir eləyəcək. Bağırsağın özünə almanlar bizə dərs keçəndə dedilər ki, bağırsaq sanki daxili bir beyindir. Həqiqətən də biz qarnı əgər açıb bağırsağa baxanda, necə beyində o yarım kürələr qırış-qırış formasındadır. Eyni ilə o da, bəli, bağırsaq da elədir. Doktor, çox gözəl buyurursunuz. Aktual məsələdir, ümumiyyətlə qan dövranı pozulunur. Bir zəngimiz var, onu qəbul edək. Alo deyək. Alo, buyurun. Alo. Salam, buyurun, sualınız deyil. Bağışlayın, mən başım ağrıyır. Neçə yaşınız var? 19. 19 yaşınız var. Başın hansı nahiyəsi ağrıyır? Təpə nahiyəsi, ənsə nahiyəsi, ya bir tərəfli? Təpə nahiyəsi. Təpə nahiyəsidir. Bir tərəfli verir ağrını, yoxsa ancaq elə təpədə olur? Bir tərəfdə, bir tərəfdə. Sol tərəfdəmi, sağ tərəfdəmi? Sol. Sol tərəfdədir. Qoluza da verir ağrını? Qola vermir, gözünüzə vurur ağrı? Yox. Ancaq bir tərəfdə olur ağrı. Və ağrının müddəti nə qədərdir? Daimidirmi? Xarakteri eyni zamanda. Yəni tutur ağrı bir müddətdən sonra dayanır, sonra təzədən yenə tuturmu yoxsa? Dayanır.
dayanır. Ürək bulanma olur, başınız ağrıyanda, ürək bulanma və yaxud da qusma. Yox, yox. Sadəcə ancaq ağrı olur. Və nə vaxtdandır başlayıb? Nəm çoxdur. Çoxdan. Təşəkkür edirik zəngin. Ağzınızda acılıq olmur? Bir dənə bunu bilmək istərdim. Başı ağrıyan vaxtı sizdə ağızda acılıq olur? Yox, yox. Acılıq olur. Yox. Çox sağ olun sualınıza görə. Hər variantda biz efir vasitəsilə diaqnoz Uşaqdır, qoymayacağıq. əlbəttə yoxlansa yaxşıdır. Adətən təpə nahiyəsində olan ağrılar, təpə bilirik ki, bu demək qaraciyər meridianının proyeksiyasına uyğundur. Biz çünki bioloji təbabətdə xəstələrimizi müalicə edəndə meridian nöqtələrindən istifadə etməklə refleksogen zonalara təsir göstəririk. Qaraciyərdə problem olanda təpə nahiyəsində ağrı olur. Amma zəng eləyən tamaşaçı həm də sol tərəfdə olan ağrılardan şikayət elədi. Mən gəlsə yoxlansa daha yaxşı olar. Çünki efir vasitəsilə ağrını tam biz aydınlaşdıra bilmədik. Ola bilər miqren tipli də ağrı olsun. Çünki başın bir yarısındadır. Xarakterində demədə ağrılar. Yəni, Və yaşı da ona imkan verir ki, həm orqanizmin keçid dövrü, həm hormonal balansın hansısa bir formada inkişafı və yaxud da bir həyat keçirdiyi həyat tərzi tələbədir yəqin ki, stres, imtahan o da ola bilər, stresləri. amma tamaşaçının danışığından çox aqressiv olduğu hiss olunurdu. Bu özü də qaraciyərin deməli şək təbabətinə görə götürsək, qəzəb və kin qaraciyərin emosiyalarına aiddir və ola bilər ki, qaraciyərində də hər hansı bir problem olsun. Əlbəttə klinikamıza əgər gəlmək istəsə, yoxlayardıq və biz orada dəqiqləşdirə bilərdik ki, bu xarakter ağrı nəyə görə olur başda. Belə xeyli vaxtımız varmı reklamlara qədər mövzunu davam etdirməyə? Mən düşünürəm, çox aktual bir məsələyə toxunmuşuq. Beyin qan dövranı ümumiyyətlə yaşı get-gedə cavanlaşan bir xəstəlikdir. Əvvəllər bu müəyyən yaş üstündə rast gəlinən bir xəstəlik idisə, indi artıq gənc insanlarda, yəni gördüyünüz kimi 15-16, yəni da yetkinlik dövrünə çatmış insanlarda belə müşahidə olunan bir xəstəlikdir. Mən məsləhət almaq istərdim ki, yəni bu beyin qan dövranı yaşının ümumiyyətlə cavanlaşmasının səbəbi nə ola bilər? Bu həyat tərzi ola bilərmi? Bəli, çox gözəl soruşursunuz. Baxın, bizim cavanlar nə yeyir? Birinci ondan başlamaq lazımdır. Fast food. Bəli, bax, o fast food yeməklər, onların tərkibində axı lazım olan qidalı maddələr yoxdur. Yəni, doktor, biz bu məsələni ikinci hissədə davam elətdirək. Sizlə tamaşaçılar ehtiyatlı olun, yəni diqqətli olun. Və eyni zamanda ikinci hissədə biz boyun osteoxondrozlarının da beyin qan dövranına təsirindən danışacağıq. Qısa fasilədən sonra bizi izləməyə davam edin. Mütləq görüşünüzə gələcəyik. Stres, qorxu, həyəcan və yuxusuzluqdan əzab çəkirsinizsə, Neoreksan qəbul edin. Yalnız Neoreksan sağlamlığınıza zərər vermədən sizə rahatlıq və sakit yuxu bəxş edər. Tez və təbii yolla rahatlığı yenidən əldə edin. Alman istehsalı olan Neoreksanı apteklərdən həkim resepti olmadan əldə edə bilərsiniz.